Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz təlimin forma və modelləri mövzusudur. Təlimin forma və modelləri mövzusu biraz daha geniş əhatəyə malik olduğu üçün biz bunu iki formatda keçəcəyik, yəni iki hissəli formatda keçəcəyik. Bu günləri sinxron və asinxron tədrisdən başlayaraq problem əsaslı və layihə əsaslı öyrənməyə qədər öyrənirik. Növbəti dərsdə isə oyun və oyunlaşdırma, əsaslı təlim, bir də birbaşa təlimi keçəcəyik. Gəlin əvvəlcə baxaq sinxron tədrisə. Sinxron tədris nədir? Baxın, sinxron tədris canlı və onlayn şəkildə təşkil oluna bilər. Yəni canlı deyəndə əyani və onlayn şəkildə təşkil oluna bilir. Və onun asinxron dərsdən olduqca fərqli cəhəti budur ki, əvvəlcədən vaxt var, saat var, qrafik var, cədvəl var. Məsələn, mən sizə vaxt təyin etmişəm ki, 1-4-cü gün 19:00-da bu gün dərsə qoşuluruq, 2-5-ci gün 20:30-da dərsə qoşuluruq və kurikulum dərsidir. Yəni əvvəlcədən müəyyən bir vaxtımız var, saatımız var, cədvəlimiz var, qrafikimiz var və bu cədvəl üzrə biz dərsə qoşuluruq. Eyni zamanda bu canlı şəkildə də eynidir. Məsələn, siz bilirsiniz ki, 2-5-ci gün tutaq ki, elmlər filialında, 28 filialında dərsə gedəcəksiniz. Əvvəldən saatı bilirsiniz, vaxtı bilirsiniz, qrafiki bilirsiniz, cədvəli bilirsiniz. Yəni sinxron tədris budur və sinxron tədrisdən asinxron tədrisdən fərqi odur ki, dərslər canlı şəkildə tədris olunur, anındaca əks əlaqə qurulur, suallara cavab verilir. Yəni anındaca cavab verilir, amma asinxron tədrisdə bu formatda deyil. Sinxron dərslər, yəni bizim hal-hazırda təşkil etdiyimiz onlayn dərslər də sinxron tədrisdir. Çünki yəni həm sinxron da olsa, yəni sinxron həm onlayn da təşkil olunsa, həm də canlı şəkildə təşkil olunsa, əyani şəkildə təşkil olunsa, yenə də əvvəlcədən bizim vaxtımız var, saatımız var, qrafikimiz var, cədvəlimiz var, canlı şəkildə təşkil edirik. Mən sizə suallar verirəm, siz cavablandırırsınız, siz mənə suallar verirsiniz, mən cavablandırıram. Andaca əks əlaqələrimiz qurulur. Yəni bu formatda tədris olunur. Amma asinxron tədris isə sinxron tədrisdən fərqlənir. Burada nə cədvəlimiz var, nə qrafikimiz var. Heç nə yoxdur, nə saatımız bəllidir, nə tariximiz bəllidir. Prosto yalnız müəllim qrupa materiallar göndərir və bu materiallar sayəsində şagirdlər istədiyi vaxtda həmin materiallara baxırlar, öyrənirlər. Asinxron dərsdə əslində materiallar sinxron dərsdə də göndərilir. Amma bu məsələn kurikulum dərslərinə göndərilirdi. Amma biz adətən bu kurikulumu şagird və müəllim üzərində öyrənirik. Şagirdlər üçün müəllim çox da material göndərmir. Düzdür, məsələn mən hal-hazırda göndərirəm. Bəzən olur ki, payız tətil tapşırıqları olur ki, göndərirəm və yaxud da digər hər hansı bir monitorinqə hazırlıq testlər olur ki, onları material kimi göndərirəm şagirdlərə. Amma belə canlı şəkildə də hər gün müəyyən saat üzrə dərslərimiz də təşkil olunur. Asinxron tədrisdə isə belədir ki, nə cədvəlimiz var, nə qrafikimiz var və müəllim yalnız material göndərir qrupa. Material göndərir, daha sonra isə müəyyən, məsələn, bir aydanmı bir, 2 aydanmı bir, nəsə bir dənə gün təyin olunur və həmin gündə şagirdlər dərsə qoşulurlar və nələrsə məsələn öyrənirlər. Və asinxron tədrisin sinxron tədrisdən fərqi odur ki, orada canlı əks əlaqə qurulmur. Məsələn, siz orada müəllimə hər hansısa bir sualı vermisinizsə, müəllimin bu suala cavab verməsi müəyyən bir müddət ala bilər, uzun bir müddət ala bilər. Asinxron tədris əslində metakognitiv bacarığı inkişaf edən şagirdlər üçün daha effektivdir. Bir var ki, hər şeyi hazır şəkildə müəllim ötürür və yaxud da müəyyən bilikləri verir, öyrədir. Amma asinxron tədris belədir ki, burada yalnız şagird özü müstəqil şəkildə öyrənir hər şeyi və asinxron tədris məsuliyyətli insanlar üçün daha yaxşıdır. Asinxron tədris də əslində həm canlı, həm də onlayn şəkildə təşkil olunur. İndi biz deyirik ki, sinxron və asinxron tədris ümumilikdə olduqca bir-birindən fərqlənən anlayışlardır. Amma bunların bir-birindən oxşar cəhətləri də var. Bunlardan kitabda yoxdur, amma düşəcək testlərə. Birincisi odur ki, hər ikisi üçün ortaq cəhət daha doğrusu şagirdlər bir-biri ilə özləri əlaqə yarada bilərlər. Məsələn, WhatsApp-da bir-birinə yazıb nəyisə bilmədikləri bir məqamı soruşa bilərlər. Eyni zamanda yenə də müəllimdən də yazıb sual kimi bunu internet üzərindən yazıb soruşa bilərlər WhatsApp-da və ya da digər nə bilim elektron poçtdan.
Və digər bir ortaq cəhəti də həm sinxron, həm də asinxron tədris onlayn canlı təşkil oluna bilər. Asinxron tədris təsadüfi hallarda canlı təşkil olunur, amma ən çox onlayn şəkildə təşkil olunur. Onlayn daha effektivdir. Bir də vurğulayaq, sinxron dərs əyani dərsdir, həm də onlayndır. Əvvəlcədən vaxt müəyyən edilir, saat olur, qrafik olur, canlı təşkil olunur, əks əlaqə qurulur, suallara anlıca cavab verilir. Amma asinxron tədrisdə nə cədvəl var, nə saat var, nə vaxt var, nə qrafik var, əks əlaqədə qurulmur. Yəni suallara anındaca cavab verilmir. Və bir də bunların ikisi üçün ortaq dərsimiz var ki, bu da hibrid dərs adlanır. Hibrid dərs isə belədir ki, yəni ortaq dərsdir də. Həm burada biz sinxrondan istifadə edirik, həm asinxrondan. Yəni həm dərslərimiz canlı şəkildə, canlı diskussiyalar, müzakirələrlə təşkil olmaqla yanaşı, eyni zamanda əvvəlcədən materiallar da qrupa göndərilir, nə bilim lazım olan ya linklər və yaxud da sınaqlar və yaxud da qısa PDF-lər, bunlar nəzərdə tutulur. Hər ikisinin qarşılığı olan dərs isə bildiyimiz kimi hibrid dərs adlanır. Daha sonra isə bundan sonra gəlir bizim sorğu və araşdırma əsaslı təlimimiz. Sorğu və araşdırma əsaslı təlim şagirdlərin maraq hissindən asılıdır. Yəni biz deyirik ki, İnsanda maraq hissi olmasa, o nə isə araşdırmaz. Yəni bir insanın güclü maraq hissi olmalıdır ki, onu biz araşdırmaya sövq elə bilək. Sorğu araşdırma əsaslı təlimdə belə bir biz məqamı deyirik ki, əvvəlcə şagirdlərdə yalnız IQ-ni biz əsas tuturduq. IQ yəni intellektdir, şagirdin intellekti, amma sonradan buna EQ və SQ-ni də əlavə etdilər. Bu nə deməkdir? Yəni emosional intellekti də biz bura əlavə edirik. Bu nə deməkdir? Məsələn, əgər bir şagird həqiqətən də ola bilsin ki, çox güclü şəkildə intellektə malikdir, intellekti güclüdür, amma o emosiyalarını idarə edə bilmir. Emosiyaların idarə edilməsi, yəni o deməkdir ki, ola bilsin ki, mən hər hansısa bir işi görürəm, uğursuzluğa düşər oluram, amma təzədən yenə də uğursuzluğumdan bir nəticə çıxarıb yenidən davam edə bilirəm. Bu artıq emosional intellektin inkişaf etməsi deməkdir. Bir də var ki, mən nə isə görürəm, intellektim güclüdür. Sadəcə hər hansısa bir müəyyən bir yanlışlığa yol verdim və uğursuzluğa düşər oldum. Düşər olan kimi də mən artıq bu qoyuram o işi kənarda, daha görmək istəmirəm, ağlayıram, qışqırıram, niyə olmadı? Yəni belə hallar yaşanır. Ona görə də biz deyirik ki, insanın IQ-su ilə yanaşı emosional intellektinin də olması vacibdir. Daha sonra deyirik ki, sorğu və araşdırma əsaslı təlimin 5 əsas komponenti var. Bunlardan birincisi yönləndirmə komponentidir. Yəni şagirdlərdə maraq oyatmaqdır. Biz şagirdlərə maraq oyatmalıyıq ki, şagird həmin o araşdırma işini edə bilsin. İkincisi yönləndirmədir ki, yəni hipotez fikirlər, fərziyyələrin irəli sürülməsidir. Yəni əsas sual qoyulur. Problem tutaq ki, var. Bununla bağlı hər hansısa bir sual qoyulur. Daha sonra isə sualla bağlı bu sual ətrafında 3-cü mərhələ olaraq araşdırma təşkil olunur. Daha sonra isə nəticə mərhələsində araşdırmanın nəticələrinə baxırıq və sonda isə nəticəni müzakirə edirik. Bu 5 tərkib hissəsini də yadda saxlamağınız önəmlidir. Deyirik ki, sorğu və araşdırma əsaslı təlim həm induktiv, həm də deduktiv düşünmə olur. Yəni biz burada həm nümunədən qaydaya, həm də qaydadan nümunəyə doğru gedə bilirik. Bunu da diqqətinizə çatdıraq və bir də deyirik ki, sorğu və araşdırma əsaslı təlimdə biliyin bütün növləri inkişaf edir, amma ən çox konseptual və metakognitiv bilik güclü inkişaf etmiş olur. Sorğu və araşdırma əsaslı təlimdə növbəti bizim öyrənəcəyimiz 5Y modelidir. 5Y modeli nədir? Baxın, bu 5 dənə E hərfi ilə başlayan sözlərimizdir bizim. Amma ingilis dilindəndir. Azərbaycan dilinə tərcümə olanda belə olub. Birincisi maraq oyatmadır. Bu şagirdin motivasiya edilməsidir. Maraq oyatma yəqin ki, hər birimiz bilirik. Bu maraq oyatma nə bilim yadınızdasa motivasiya mərhələsini öyrənmişdik. Problemli sual ola bilər, hekayə danışmaq, nə bilim mahnı dinlətdirmək ola bilər. İkinci araşdırmadır ki, müəyyən məsələlər burada araşdırılır, müəyyən işlər üzərində araşdırma edilir. Üçüncü izah etmə mərhələsidir. İzah etmədə isə artıq araşdırdıqlarımızı biz izaha aparırıq, izahatlar aparırıq, müəyyən bir nələrsə qənaətə gəlirik. Dördüncü möhkəmləndirmədir. Möhkəmləndirmə nədir? Biz artıq dərinləşdirmə də deyirik buna. Müəyyən şagirdlərə nümunələrin təqdim olunmasıdır ki, hər hansısa bir məsələni daha da biz dərinləşdirmək üçün, möhkəmləndirmək üçün biz şagirdlərə müəyyən nümunələr gətiririk. Hətta ev tapşırıqlarını belə biz deyirik ki, möhkəmləndirmə məqsədindən istifadə olunur. Və ən sonuncu mərhələ isə qiymətləndirmə mərhələsidir. Bu da bildiyimiz kimi ən sonda şagirdin nailiyyətinin qiymətləndirilməsini nəzərdə tutur.
Və daha sonra biz baxırıq problem əsaslı öyrənmə, layihə əsaslı öyrənmə, problem əsaslı və layihə əsaslı öyrənmə. Baxın, burada əlavə məlumatlar çoxdur. Yəni həm sorğu və araşdırma əsaslı təlimdə, eyni zamanda sinxron və asinxron tədrisdə, daha sonra problem əsaslı, layihə əsaslı, bunların hər birində baxın. Bunların hər biri sadəcə oxunulacaq. Yəni heç birini əzbər şəkildə yadda saxlamayacaqsınız. Problem əsaslı və layihə əsasını yalnız bu cədvəl əsasında siz araşdırıb öyrənəcəksiniz. Digərlərini də mən dediyim açar, qısa məqamları yadınızda saxlasaq bizə kifayətdir. Digər məqamları isə sadəcə oxuyacaqsınız. Gəlirik problem əsaslı və layihə əsaslı öyrənməyə. Bunu müqayisəli şəkildə, yəni müqayisə cədvəlindən öyrənəcəyik. Ən birinci baxırıq əhatə dairəsinə görə. Layihə əsaslı öyrənmədə belədir ki, biz şagirdlərə elə iş verməliyik ki, bu iş onlara məsələn 2-3 gün yox, 1 ay, 2 ay yox, 1 il yarım, 1 il müddətində həmin iş üzərində çalışa bilsinlər. Belədir ki, yəni bu layihə əsaslı öyrənmə daha geniş müddəti əhatə edir və şagirdlər ən əsası yeni bir məhsul ortaya qoymalıdırlar. Burada da baxsaq əhatə dairəsi və müddəti, üçüncüyə baxsaq əhatə dairəsi və müddətində deyir ki, geniş əhatə dairəsinə və reallaşma vaxtına malikdir. Bu təlim modeli həftələri, yarım ili, hətta bütöv bir ili əhatə edə bilər. Dərin araşdırma tələb edən bu model sonunda məhsul ortaya qoymağa tələb edir. Amma problem əsaslıya baxsaq, problem əsaslı bir neçə günü və ya həftəni əhatə edir. Məqsəd təqdim edilən konkret problemi həll etməkdir. Baxın, biz layihədə deyirik ki, problemimiz bizim layihəmiz konkret olmur, daha ümumi şəkildə, geniş şəkildə təşkil olunur, amma problem əsasında layihəmiz daha doğrusu hər hansısa bir şagirdlərin təqdim edəcəyi iş konkret olmalıdır. Və deyirik ki, layihə əsaslı öyrənmədə yeni bir məhsul ortaya qoyulmalıdır. Amma problem əsaslıda hər hansısa bir məhsul ortaya qoyulmur. Daha sonra layihə əsaslıda belə bir məsələ var ki, verdiyimiz iş, yəni verdiyimiz layihə işi şagirdin yaş səviyyəsinə uyğun olmalıdır, onun maraqlarına uyğun olmalıdır və ən əsası da həyatla əlaqəli olmalıdır. Yəni şagird yönümlülük gözlənilməlidir. Yaş səviyyəsi, şagirdlərin maraq və tələbatları və bir də həyatla əlaqələnməsi nəzərdə tutulur. Bu da nə deməkdir? Yəni deyirik ki, yadınızdadırsa, həm fənlər arası, həm də fənn üstü inteqrasiyadan biz istifadə edirdik layihə işində. Bu da ki, yəqin ki, yadınızdan çıxmayıb. Və layihə işi yeniliklərdir. Yəni şagirdlərin hər hansısa bir yeniliklər etməsidir. Yeni nələrsə ortaya qoymasıdır. Amma bir də vurğulayıram ki, problem əsaslı da biz hər hansısa bir ortaya məhsul qoymuruq. Problem əsaslı daha az vaxt tələb edir və layihə işi kimi geniş deyil. Daha sonra gəlirik yanaşma tərzlərinə görə. Deyir ki, layihə əsaslı geniş spektrli mövzunu əhatə edir, kompleks problemə yönəlmişdir. Yekunda şagirdlərin nəticələrində bir məhsul ortaya qoyulur, amma problem əsaslı isə spesifik problemə yönəlmişdir. Əməkdaşlıq şəraitində real dünya problemini götürüb onun haqqında informasiya toplayır, hipotez fikir irəli sürür, həll yolu təklif edirlər. Baxın, bu indi nə deməkdir? Layihə əsaslı bayaq dediyimiz kimi daha geniş mövzunu, məsələn, ağac əkmə kampaniyası ilə bağlı layihə ola bilər, yaşıllaşdırma ilə bağlı layihə ola bilər, ekoloji çirklənmənin qarşısının alınması ilə bağlı layihə ola bilər. Yəni bu layihə əsaslı daha böyük məsələləri əhatə edir, amma problem əsaslı isə konkret kiçik bir problemi özündə əks etdirir. Daha sonra layihəni biz hər yerdə təqdim edə bilərik. Yəni layihə işi belədir ki, biz layihə işini təqdim etdikdə şagirdlərin təqdim etməsi güclü olmalıdır. Ola bilsin ki, onlar çox yaxşı şəkildə bir layihə ortaya qoyublar, amma bu layihəni onlar yaxşı şəkildə təqdim edə bilmirlərsə, nə bilim, məktəbin həyətindəmi, yoxsa sinifdəmi, yoxsa akt zalındamı və yaxud da daha geniş yerlərdəmi təqdim edə bilmirlərsə, onlar layihəni düzgün şəkildə təqdim etməyə bacarmırlarsa, onların deməli heç yalnız işin 50%-ni görmüş olurlar ki, müəyyən bir işi hazırlasınlar. İş hazırlamaqla yanaşı eyni zamanda onların təqdim etməsi də güclü olmalıdır. Daha sonra isə deyirik ki, layihə əsaslı təqdim etməni də dedim. Daha sonra gəlirik müəllimin roluna. Layihə əsaslı öyrənmədə müəllim bir fasilitator kimi öz dəstəyini daha çox göstərir. Çünki layihə əsaslı genişdir axı. Geniş olduğu üçün müəllim daha çox burada fasilitator olur, daha çox şagirdlərə köməklik göstərir, müvəqqəti dəstək edir, scaffolding edir. Amma problem əsaslı da bizim problemimiz, yəni daha konkret mövzu olduğu üçün, daha qısa bir məsələni əhatə etdiyi üçün, qısa günləri əhatə etdiyi üçün bu problem əsaslı da artıq biz deməli
müəllim bir addım kənarda dayanır. Yəni layihə işindəki kimi fasilitatorluq etmir. Bir addım kənarda dayanmış olur və son olaraq da bizim qiymətləndirmə işimizdir ki, layihə əsaslı bayaq da dediyimiz kimi qiymətləndirilməsi daha geniş şəkildə təşkil olunur. Çünki daha geniş bir işdir. Amma problem əsaslı isə biraz daha sadə şəkildə qiymətləndirilir. Burada da oxusaq deyirik ki, daha kompleks model olduğundan qiymətləndirmə meyarları daha mürəkkəb xarakteristikaya malik olur. Yəni həm məhsul, həm əldə edilən bilik bazarı qiymətləndirilir şagirdlərdə. Amma problem əsaslıda isə yalnız şagirdin, yəni bir-iki xüsusiyyətlər, bir-iki əsas xüsusiyyətlər qiymətləndirilir. Yəni belə. Layihə əsaslı, problem əsaslı bu çərçivədən öyrənsiniz daha yaxşıdır. Yəni yadımızda saxlayaq ki, layihə əsaslı daha genişdir, daha uzun müddət əhatə edir. Problem əsaslı daha qısadır, konkret mövzuya yönəlmişdir. Layihə əsaslı daha geniş mövzuya yönəlib. Layihənin qiymətləndirilməsi daha genişdir, problem əsaslı qısadır. Yəni qısa deyəndə daha sadə qiymətləndirmədir. Layihə əsaslı da yeni bir məhsul ortaya qoymalıdırlar, amma problem əsaslı da bu məhsul yoxdur. Belə yəni bu qədər. Digər əsas məqamlarda deməli sadəcə bunlar da sadəcə oxusaz kifayətdir. Heç nəyi əzbər şəkildə yadda saxlamayacaqsınız. Digər növbəti dərslərimizdə isə biz oyunlaşdırma və oyun əsaslı, eyni zamanda birbaşa təlimi öyrənəcəyik.